والمؤمنات والمسلمين والمعادلات يملكون من أنبار وطن شهدان مشرفات بحق محمد آله وبحرمة سورة الفاتحة. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah məqamlarımızı eləsin. Allah şəhid valideynlərinə qısa verir. Bize yaşadan ve bizim zəhərli günlerimizi zəfərə çeviren igid qəhrəman oğullarımız. Salam olsun sizlere. Azərbaycanımızın ərazi bütövlüyü, suverenliyi ve müstəqilliyi uğrunda öz şirin canlarından keçen igid qəhrəman qardaşlarımızın, şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad eləyək. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Zəfəri bizə yaşadan və özləri bu zəfəri görməyən igid qəhrəman oğullarımız Dadaşov Orxan və Xudiyev Tural qardaşımızın anım gününə yığışmışıq. Allah hər bir şəhidimizin məqamını uca eləsin. Ata-analarına səbir versin. Bugün Azərbaycanımızın bütün bölgesinde ve o cümleden bütün dünyada yaşayan bütün Azərbaycanlılar hamısı Zəfər bayramını qeyd edir. Bizim əvvəl günlərimiz var idi ki, yol gedəndə təmas xəttindən baxırdıq, dağlarımıza, görən o dağlara gedə biləcəyik və bu sözləri deyirdik. Orada bir dağ var uzakta. O dağ bizim dağımızdır. Getməsək də, gəlməsək də o dağ bizim dağımızdır. Orada bir ev var uzakta. O ev bizim evimizdir. Qalmasaq da, getməsək də o ev bizim evimizdir. Bəli, o evi, o dağı bizim eləyən qəhrəman oğullarımızdır. Və bu günlərim hər birimiz qürurla zəfər günün qeyd edirik. Həmişə də qürurla o günləri yada salacağıq. Və onu da qeyd eləmək istəyirəm ki, bu oğullarımızı heç vaxt unutmayacağıq. Çünki bu oğullarımızın sayəsində biz başqa dövlətlərdə deyirik ki, biz Azərbaycanlıyıq. Bəli, bizim bu günlərin tədbirimizdə şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllim başda olmaqla Veteranlar Birliyinin sədri Elşən müəllim, o cümlədən Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim və həmişə elinə, obasına canı yanan və müharibədə elinə, obasına kömək göstərən bizim Musiqi Kollecinin rəhbəri, bizim əziz dostumuz Firuz Səxavət bu günlərin burada iştirak edir. O cümlədən 1-ci Qarabağ müharibəsinin qaziləri, igid qəhrəman qardaşlarımız, əmilərimiz bu günlərin burada iştirak edir. Minəşəlli kənd icra nümayəndəsi, bələdiyyəsi kollektivi ilə iştirak edir. Minəşəlli kənd tam orta məktəbinin kollektivi iştirak edir. Və bu günlərim burada bizim şəhər nümayəndəliyimiz Pənah müəllim iştirak edir, kollektivi ilə birlikdə və Abdal Gülaflı kənd icra nümayəndəsi kollektivi ilə iştirak edir. Mən burada iştirak edən hər bir kəsə böyük təşəkkür edirəm. Bizim bura gəlişimiz bizim
şəhid analarından, şəhid atalarından yaşamamız üçün borçlu olduğumuz insanlardan halallıq almaq üçün gəlirik. Və bu günlərim qonaqlarımızla yanaşı bizim Quzanlı qəsəbə icra nümayəndəsi də burada iştirak eləyib. Mən istər Orxan qardaşımız, istər Tural qardaşımızın atasından, anasından xəbərsiz gəlib hərbiyə yazılmağın və onun videolarına baxanda o necə cüssəli, necə qəhrəman kimi döyüşə atılmağını görürdüm. Tural qardaşımız məktəbin yarımçıq qoyub döyüşə getməyin və həmişə onun otağın bizim milli qəhrəmanlarımız olan Allahverdi Bağırov, Fred Asif, onların şəkilləri ilə otaqların bəzəmişdi. Bu günlərim özü tarix yazıb, öz şəklini də həmin o otaqda Allahverdi Bağırovun şəklinin yanına qoyur. Çünki bu oğullarımızın hər biri qəhrəmandır. Hər biri özdə milli qəhrəmandır. Allah onların hər birinin məqamını uca eləsin. Mən istərdim şəhidlərimizin döyüş yolundan danışmaq üçün sözü Samir müəllimə verirəm. Buyurun Samir müəllim. Mən də salamlayıram bütün şəhid analarını, şəhid atalarını, tədbir iştirakçılarını. Zəfər bayramı münasibəti ilə hər kəsin bayramını təbrik edirəm. Xalqımızı bu gözəl gün münasibəti ilə bütün şəhid analarına, atalarına minnətdarlığımızı bildirirəm. Çünki bu qələbəni bizlərə məhz sizlər yaşatmışsınız. Sizin böyütdüyünüz, tərbiyə etdiyiniz, öğüt nəsihət verdiyiniz övladlarınız bəxş edir. Bu gün ətrafına günün həm qəhrəmanları adlandırıram. İki qəhrəman oğlumuz Dadaşov Orxan və Xudiyə Turalın haqqında, ikisi haqqında eyni qısaca olaraq onu qeyd edə bilərəm ki 22, 25, 23 yaşında hər iki qəhrəman biri Bakı şəhərində, biri Ağdam rayonunun Rəşəlli kəndinin anadan olur və 44 günlük vətən müharibəsində bu iki qəhrəman döyüşdə səngərdə rastlanır. Belə deyək, düşmənə qarşı eyni savaşda bir yerdə döyüşürlər. Xudiyə Tural əslən atası Ağdamın Abdalgülablı kəndindən idi. Ancaq o Bakı şəhərində doğulmuşdu. Və demək olar ki, onun atası 1-ci Qarabağ müharibəsi döyüşçüsü olmuşdu, veteran olmuşdu. Əmisi 1-ci Qarabağ müharibəsinin şəhidi olmuşdu. Və o evdə onun atasının ona danışdığı, öz doğma kəndindən danışdığı xatirələrindən, döyüşdə olan xatirələrindən danışdıqca bu qəhrəman evdə demək olar ki, Rafael əmi özü evdə bir qəhrəman böyüdür. Və o ali məktəbə qəbul olur. Ali məktəbə qəbul olduqdan sonra 2018-ci ildə təhsilini, 19-cu ildə təhsilini yarımçıq qoyub hərb xidmətinə yollanır. Və 2020-ci ildə Cəbrayıldan, Füzulidən tutmuş, Şuşaya qədər uzanan bir döyüş yolu olur. Bu iki qəhrəmanımızın hər birini. Və nəhayət Şuşa azad olunduqdan sonra, Şuşanı azad etdikdən sonra düşmən təxribatı nəticəsində hər iki qəhrəmanımız şəhid olur. Özü Ağdamın kəndini, Ağdam şəhərini görməmişdi. Çünki o dünyaya göz açanda artıq onların ailəsi məcburi köçkün kimi Bakı şəhərini məskunlaşmışdılar. Amma o həmişə öz əmisini, atasını o qəhrəmanlığından özünə nümunə götürmüşdü. Özünü sanki bir qəhrəman kimi formalaşdırmışdı. Və 2020-ci il Vətən müharibəsi onun qəhrəmanlığını üzə çıxartdı. Biz artıq 5 ildir ki, mən demək olar bu şəhid ailələri ilə, bütün şəhid ataları ilə bir yerdə oluruq. Rafael əminin həmişə söhbət edərkən o 5 il ərzində mən günün istənilən vaxtı bura gələndə Rafael əmini burada indi şəhid analarımız, şəhid atalarımız da bilir. O burada Pisatqal adlanan ərazidə oturur və yaxud da şəhidin digər bütün qəhrəman şəhidlərlə sanki burada söhbət edir. Və 5 il ərzində demək olar ki, düzdür, bizim heç bir şəhid valideynlərimiz, şəhid atalarımız barışmır, amma Rafael əmi sanki onu qəbul etmir, onun etkisini. Amma bu günlərim mən onu bir şey vurğulamaq istəyirəm ki, bu gün o qəhrəman oğulların ruhu şaddır. Ona görə şaddır ki, bu gün Bakıda Azadlıq meydanında zəfər paradı keçirilir. Dünyanın bütün müxtəlif ölkələrindən ora qonaqlar dəvət olunur. Yəni, onların etkisi ağırdır, çünki onların valideynləri ilə, onlarla bağlı arzuları vardı. Ancaq burada olan insanlar 30 il ərzində demək olar ki, cəbhəyana ərazidə yaşayıblar.
Sadır bayramının, Zəfər bayramını qeyd edir. Bu zəfər həqiqətən də əzəmətli bir sözdür. Qələbə həqiqətən də əzəmətli bir sözdür. İnsan qulluq hiss edir. Amma o sözün öz ağırlığı qədər də onun arkasında böyük bir Zəfər, qələbə Heydər Əliyevin adı da var. Çünki o bilir ki, hərbi liseydə məhz Azərbaycan oğulları zabit kimi yetişməlidir. Daha sonra Bakı Ali Ümumi Qoşunları xidmət etdiyi Xüsusi Təyinatlı Qüvvələr birləşməsini yaradır. Millətimiz daim toy bayram eləsin, şənlik içərisində olsun. Ona görə ki, onun Xuduyə Turalın, Dadaşov Ozarları ən aparsınız. Onları kimsə o döyüşdə məcbur aparmamışdır. Onları kimsə ora... Onlar özləri şəxsən, öz istəkləri ilə döyüş meydanında isə onlar öz döyüş yoldaşları, onlar haqqında çıxışlarında, söhbətlərində vurğuluyorlar. Onlar döyüş meydanlarında da özləri öz döyüş yoldaşlarını qoruyaraq vətəni azad etmişdilər. Xuduyə Turalın biz eyni birləşmədə, bölmədə xidmət eləmişdik. Onun döyüş yoldaşı, komandiri vurğuluyor ki, o özü yaralı ola 1200-1500 metr sürünə döyüş yoldaşını döyüş meydanından çıxardır, təxliyə elətdirir. Ancaq yenidən özü də yaralı qayıdır. Yəni, bu qəhrəman oğulların heç biri bu qəhrəmanlığı belə deyək, hər hansı bir məktəbi bitirərək, hər hansı bir uğur əldə etməmişlər. Bu qəhrəmanlığı onlar özləri öz daxilində formalaşdırmışdılar. Onlar yaşadıkları yerdə, oxuduqları məktəbdə, öz ailəsinin içində digər qardaş bacılarından fərqlənmişdilər. Sadəcə olaraq müharibə onların qəhrəmanlığını üzə çıxartmaq üçün işlədiyimiz müəssisələrdə və övladlarımıza təbliğ etməliyik ki, belə qəhrəmanlar, oğullar nəticəsində bugün bizim evimizin pəncərəsindən evimizə gün işığı düşür. Bəli, biz bu qəhrəman oğullarla həmişə fəxr edirik. Biz buranı mütəmadi ziyarət etməsək də, mən həmişə vurğulayıram, evimizdə əgər övladlarımıza şəhid haqqında, bayraq haqqında danışırıqsa, demək biz buranı ziyarət etmiş kimi varıq. Bir daha Allahdan səbir diləyirəm, Rafael əmiyə, Vaqif əmiyə səbir diləyirəm və onların qəhrəman, iki qəhrəman məhz Şuşanı azad etdikdən sonra qəhrəmancasına şəhid edir. Bayram münasibəti ilə bütün hamınızı təbrik edirəm, bura gələn hər kəsi. İnşallah ki, biz növbəti görüşümüz Şuşa şəhərində, Ağdam şəhərində, Rafael əmgildə, onun digər övladlarına gözəl günlər nəsib etsin, orada görüşərik. Bütün şəhidlərimizin ailələrinə, yaxınlarına səbir diləyirəm. Minnətdarlığımı bildirirəm və bildiyiniz kimi bütün xalqımız Zəfər bayramını qeyd edir və bura demək olar gün ərzində insanlarımız axışır. Çox sağ olun, hər biriniz öz minnətdarlığımı bildirir. Bugünkü tədbirimizə Tural qardaşımızın oxuduğu məktəbin rəhbəri Mirfaiq müəllim təşrif buyurubdur. Mən ona böyük təşəkkürümü bildirirəm gəldiyi üçün və məktəbdə mən görmüşəm Turalın və o cümlədən şəhidlərimizin hamısının adına gözəl bir baryer də hazırlayıblar. Oranı gözəl gülüstana çevriliblər. Hər bir məktəbdə elə bir işlər olanda şəhid anaları, şəhid ataları o məktəbə qədəm qoyanda orada hamısının ürəyi açılır ki, mənim oğlum yaşayır. Bəli, mən bu yaxınlarda Avdal Gülahlı kəndinə Rafael əmi ilə getmişdik. Orada Turalın əmisi Xudu qardaşımızla və onun elə yaxın dostu olan, həm də qohumu olan Aydın qardaşımızın qəbrin ziyarət elədik. O cümlədən orada uyuyan bizim gözəl xanəndəmiz və 1-ci Qarabağ müharibəsində qazancının 70%-in orduya həsr eləyən Səxavət Məmmədovun qəbrini ziyarət elədik. Və orada uyuyan bütün bizim qəhrəmanlarımızın orada qəbirlərini ziyarət elədik. Və orada bir yer var idi, hansı ki Xudu qardaşımızla Aydın qardaşımız orada şəhid olmuşdu. Və o cümlədən mən Müşfiq qardaşımızın orada, hansı ki kəşfiyyat olub qutarandan sonra gəlirdilər, orada Beşbulaq deyirlər, orada onların yerlərini gördüm, oranı ziyarət elədim. Həqiqətən də bizim qəhrəmanlarımız
doğulur, olacaq və olubdur. Biz indi məktəblərdə, istər ali məktəbdə, istər orta məktəbdə biz belə qəhrəman oğullarımızı hamısını tanıtmalıyıq ki, bizim qəhrəman oğullarımız bunlardır. Şəhidlərimizdir, qazilərimizdir. Hansı ki dostunun yolunda sinəsini gülliyə sipər eləyən qardaşlarımızdır. Mən burada Xan Əminin də adını çəkmək istəyirəm. Allah o bizim respublikamızın qəhrəmanıdır. Allah onun məqamını da uca eləsin. Bu Zəfər bayramı həm də onun bayramıdır. Allah bir daha deyirəm, hər birinizə səbr versin. Və indi mən istərdim elə əməkdar artistimiz, bizim əziz dostumuz Firuz Səxavətə söz verim. Buyurun Firuz müəllim. Mən ilk öncə Orxan balamıza, Tural balamıza Allah'tan rəhmət diləyirəm. Onların təbii ki, çox şaddır bu günləri. Və Samir müəllim ətraflı danışdı. Mən onu qeyd eləməsin, bu gün əslində bizim zəfərimizdir. Biz bu günləri matəm kimi yox, zəfər kimi, zəfər bayramı kimi danışmalıyıq. Çünki həqiqətən də bu şəhidlərimizin hesabına biz bu günləri yaşayırıq, torpaqlarımızın bütövlüyünü yaşayırıq. Yəni mən demək istəyirəm ki, bu hadisələr hələ 88-ci ildən başlamışdı. Onu buradakı insanların çoxu bilir. Biz birinci Qarabağ müharibəmizdə də nə qədər şəhid verdik, indikindən daha çox şəhid verdik, həm də torpaqlarımız itdi. Yəni bunun həm şəhid verməyimiz, həm torpaqların itməsi bu daha ağır faciədir. Amma qələbə elə bir ruh yüksəkliyidir ki, biz şəhid versək də torpaqlarımızın azad olması bu insanlarda bir təskinlik yaradır. İnsanların qəlbinə bir su səbir ki, həqiqətən də onsuz da şəhidsiz torpaq mümkün deyildi alınması. Bunu biz hamımız bilirdik. Amma 30 ildə biz nə qədər insanlarımız bu hadisələrlə ən çox ölkəmizin bütün bölgələrinə, amma ən çox mən deyərəm elə ziyan bizim Qarabağ cəmaatına dəydi ki, həm şəhid verdik, həm torpaqlarımız getdi, həm insanlar ev eşiyindən belə deyək didərgin düşdülər. Ona görə də nə qədər atalarımız, analarımız, bacılarımız, qardaşlar bu həsrətlə dünyadan köçdülər, getdilər. Amma hamımıza məlumdur ki, təbii ki, yəni zaman, vaxt elə gətirdi ki, biz 20-ci ildə təzədən müharibə eləməklə torpaqlarımızın bütövlüyünə qovuşduq. Bu da bizim bu cavan balalarımızın təbii ki, şansına, bəxtinə düşdü. Bu da Allahın qismətidir. Görür onlar bizdən daha çox Allah yanında belə deyək, xətirlər uzadı ki, onlar şəhidlik zirvəsinə təbii ki, qovuşdular. Mən Allahdan onlara rəhmət diləyirəm, amma həqiqətən də bu günləri ölkəmizin bütün yerlərində bu Zəfər bayramını gördüksə, insan ruhu daha da genişlərdir ki, şükür bu günə. Şükür Azərbaycan xalqının birliyinə. Yəni bu günləri biz həqiqətən də o gözəl günləri yaşayırıq ki, Azərbaycanımızın bütövlüyü, zəfər, dünyanın hər yanından Azərbaycana axış gəlirlər. Bizim zəfərimizi bizimlə bərabər bunlar da bayram kimi görüşürlər. Ona görə də mən yenə deyirəm, bu günü biz ancaq şanlı zəfər kimi, bir qələbə kimi qeyd edirik və sevinməliyik. Və bu günləri bizim təbii ki, Orxan balamızla Tural balamızın anım günüdür. Bunların timsalında biz bütün şəhidlərimizə yenə deyirəm, Allahdan rəhmət diləyirik. Bunların anırıq bugün burada. Tural və Samir müəllim qeyd elədi, həqiqətən də heç kəndi görməyib. Başqa yerdə anı qoyuyor. Rayonda, Bakıda Anadolu böyüyüb zaman o belə deyək, ailə savadını qoyub gəlib döyüşər. Yəni onların ailəsində, yəni bizim kəndçimiz olmağına görə onların ailəsində bir əmisi şəhid oldu, Allah rəhmət eləsin. Bir əmsi də yenə də o da döyüş bölgəsində o vaxtda 1-ci Qarabağ müharibəsində döyüşüb. Yəni o ailənin də bir mən deyərəm ki, həyatında elə bir şəhidlik zirvəsi deyil. O ailə elə canı ilə, qanı ilə bizim bu gedən hadisələrə qarışdılar və iştirak elədilər. Mən yenə də deyirəm ki, bizim hər zaman şəhidlər qəlbimizdə yaşayacaq, hər zaman. Çünki nə qədər Azərbaycan xalqı var, nə qədər millətimiz var, cəmaatımız var. Mən inanmıram ki, yəni bu qəhrəman igidlər heç vaxt yaddan çıxmaz. Hər zaman bizim qəlbimizdə onların yeri var. Onlara Allahdan rəhmət diləyirəm. Allahdan onlara inşallah
yerləri cənnətdir, məkanlıqdır, onsuz da Allah yanında onlar hər zaman ucadılar. Çox sağ olun, mən hər zaman şəhidlərimizi uca tutmaq üçün biz onları yenidən qəlbimizə yaşadacağıq. Sağ olun, sağ olun. Sağ olun. Cəbrayılda ən uca bir yüksəklik var. O yüksəkliyi alanda elə bir ki, Şuşa səndən biraz aşağı olur. Həmin o yerə bayrağı Tural qardaşımız sancır. Onun döyüş yoldaşlarının danışığı və onun haqqında dediyi o ora bayrağı sancıb və həmişə də qürurla ki, artıq ölsəm də qəm yemərəm. Bayrağı mən sancdım ta. Və o öz arzusuna da çatdı ki, Şuşanı gördü və Şuşanı aldı. Allah bir daha deyirəm, bütün şəhidlərimizin məqamını uca eləsin. Və mən istərdim bir Faiq müəllimə söz verəm. Buyursun. Aziz Rəfail qardaşımız, hörmətli Rəna xanım, İzran müəllimə, bugün biz Bakıdan bura zamanında təlimi tərbiyəsi ilə məşğul olduğumuz və ondan da daha çox ailədə vətənpərvərlik tərbiyəsi görmüş Turalın, əziz Turalımızın, şəhidimizin anım günü ilə bağlı buradayıq. Gəlmişik onu ziyarət edək. Əslində Ağdamın torpağının hər bir qarışı ziyarət yeridir. Çünki ermənilərin qarşısında dayanan bu bölgənin igid insanları ən çox şəhid vermiş insanlardır. Bu nöqteyi nəzərdən düşünürəm ki, Ağdamın hər bir torpağı, hər bir qarışı ziyarət yeridir. Və bu bütövlükdə böyük bir ziyarətgah olan Ağdamın belə bir güşəsində də bizim igid oğlanlarımız uyuyurlar. Allah'tan bütün şəhidlərimizin hamısına rəhmət diləyirəm. Allah hamısına rəhmət eləsin. Bu oğullar Azərbaycan xalqının özündən asılı olmayaraq düşmən tərəfə böyük dəstək göstərən güclərin hesabına alnını aşağı eləyən bu düşmənlərin alnını uca eləyən bax bu oğullardır. Bu oğulları yetirən valideynlərdir. Bu oğulları yetirən bölgəmizdir, qəhrəman bölgəmizdir. O bölgə ki, yadınızdadırsa, hələ hadisələr başlayanda ermənilərin ən çox qorxduğu yer bu yer idi və onu çox açıq şəkildə də etiraf edirdilər. Yəqin mətbuatdan izləyibsiniz, televiziyadan bilirsiniz və birbaşa canlı şahidlərisiniz ki, ermənilər həmişə Ağdam adı səsləndə sanki böyük bir Azərbaycan xalqının adını çəkmiş olurdular. Bunu biz yaxşı xatırlayırıq. O nöqteyi nəzərdən Ağdam cəmaatının onların yetirdiyi evlatlara görə qarşısında baş əyirəm. Mən həm bu torpağı bir daha ziyarət eləmək üçün, bu qardaşlarımızın əziz xatirəsini yad eləmək üçün, eləcə də onların valideynlərinin, əmlərinin, dayılarının, tövbətə insanların qarşısında bir müəllim kimi baş əyməyə gəlmişəm, ziyarət eləməyə gəlmişəm. Bir daha Allah'tan rəhmət diləyirəm, amma bir şey də var ki, bu oğullar qanları hesabına bu bölgəmizin varlığını təmin ediblər. Bir halda ki, bu varlıq təmin olunub, demək ki, gələcək nəsillər üçün bizim bu oğullarımız canlarından keçərək onlar üçün həyat qazandırıblar. Və elə ona görə də bugünkü gün Şuşanın erməni işğalından azad olunduğu gün bizim cənab prezidentimiz Ali Başkomandan belə qərar qəbul elədi ki, Şuşanın işğaldan azad olunması günü, yəni əslində burada mənəvi bir məsələ var idi, elə zəfər günü kimi qeyd olunmalıdır və qeyd olunur. Əgər bütün xalqımız bugün 30 ilə yaxın işğaldan sonra bayram əhval-ruhiyyəsindədirsə, demək bu oğullara borcluyuq.
onlara bu komandanı vaxtında yeri yerində verən igid oğullarımıza borçluyuq və onların başında dayanan Ali Başkomandana borçluyuq. Ona görə də biz bütün dövrlərdə, gələcək nəsillərdə bayram əhval-ruhiyyəsində olanda hökmən bizim bu igidləri xatırlamalıdırlar. Biz bu igidlərimizi Bakı şəhərində valideynlər bilirlər, şahiddirlər, xatırlayırıq. Həm doğum günlərində, həm dünyalarını dəyişən günlərdə, şəhid olduğu günlərdə xatırlayırıq. Bununla həm də yeni nəslin yetişdirilməsində düşünürəm ki, bir metodik olaraq, yol olaraq istifadə edirik. Biz müəllimlərin missiyası bundan ibarətdir. Biz vətənpərvər evlatlar yetirməliyik. Necə ki, cənab prezident belə bir ifadə işlətdi. Dedi ki, mənim hakimiyyətim devrində bu oğullar, o vətəni görməyən oğullar, necə ki, Tural da Ağdamı görməmişdi, bu oğullar o vətən uğrunda döyüşdülər və erməni faşizminin kökünü kəsdilər, torpaqlarımızdan uzaqlaşdırdılar. Bax, bunlar belə oğullardır, bunlar məktəblərdə yetişdilər. Mən istəyərdim ki, məktəblərimiz haqqında, təhsil müəssisələrimiz haqqında, təhsil ocaqlarımız haqqında elə ocaq olaraq həmişə düşünək. Çünki göründüyü kimi, qeyd olunduğu kimi ocaqlarda bu oğullar yetişir. Nə qədər ki, him ailədə qoyulur, bu qəbul olunur, yəni bu bir həqiqətdir. Ancaq onun davamı olaraq məktəblərimiz bu missiyasını özlərine götürdülər və bugünkü nəticə ondan ibarətdir ki, bizim torpaqlarımız işğaldan azad olunubdur. Allahdan şəhidlərimizə rəhmət diləyirəm və bugünkü bayram münasibəti ilə bu oğulların qanı ilə yazılan Zəfər bayramı münasibəti ilə hamımızı təbrik edirəm. Sağ olun. Onun hamısını izləyirik. Allah sizlərə can sağlığı versin. Bax, sizin kimi o rəhbərlərin həmişə gözəl işlərin hər yerdə paylaşmaq lazımdır ki, görməyənlər də görsün. Və bu günlərim Mirəşəlli kənd tam orta məktəbinin şagirdləri bu günlərim şeir boxçası ilə qonaq gəliblər. Gəlin indi isə xahiş eləyirəm o uşaqları dinləyək. Buyurun. Bugün biz müqəddəs bir məkanda Şəhidlər Xiyabanında toplanmışıq. Həm qürurlu, həm də kədərli bir gündür. Bugün 8 noyabr Zəfər günüdür. Azərbaycan tarixində şərəf, qəhrəmanlıq və birliyin rəmzinə çevrilmiş bir gündür. Eyni zamanda bu torpaqlar uğrunda canından keçmiş Dadaşov Orxan və Xuduyev Turalın anım günüdür. Bu zəfəri bizə yaşadan igid oğullarımızın ruhu qarşısında baş əyirik. Onların canı qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Üçrəkli bayrağımız işğaldan azad olunmuş kənd və şəhərlərdə dalğalandı. Şəhidlərimizin hər biri bizim azadlığımızın, müstəqilliyimizin rəmzinə çevrildi. Onların ruhu qarşısındakı borcumuz bu vətəni daha çox sevmək, onu qorumaq, birliyimizi əbədi saxlamaqdır. Əziz şəhidlər, siz torpağa tapşırılsanız da, sizin adınız, xatirəniz, qəhrəmanlığınız daim yaşayacaqdır. Qoy ruhunuz şad olsun. Qoy üçrəkli bayrağımız sizin qanınızla boyandığı kimi, bundan sonra da azadlıq və şərəf simvol kimi bax beləcə dalğalansın. Dastan deyib dastan olan igidim, döyüşündə aslan olan igidim, şəhidlikdə zirvə tutan igidim, ruhun cənnət, yerin olsun laləzar. Şəhidlər gözlərdən axan yaşımız, şəhidlik ölməzlik rəmzidir bizə. Şəhidlər tarixdə qan yaddaşımız, qanı ilə yol cızıb hər birimizə. Şəhid olmaq, bu torpağı ürəyində qucaqlamaq. Vətəndaşın xəzinə tək varlığı ilə ovuclamaq. Düşmənini yox etməyə gözündə qılınc saxlamaq. Şəhid olmaq, bir arzuya çatmaq üçün. Min arzunun yollarını açmaq üçün. Varlığı ilə vətən demək, vətən olmaq, vətən sevməkdir. Kim sevəcək bu vətənin biz sevməsək? Kim deyəcək düşmənlərə sözümüzü biz deməsək? Şəhid olmaq, xəyanətə dözümsüzlük. Şəhid olmaq, mən demədən vətən deyib, sinəsini bu torpağa sipər edən bölümsüzlük. Şəhid olmaq ölmək deyil, dünya boyda ölümsüzlük.
Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda vətən olur. Torpaq uğrunda ölən varsa vətəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qəhrəman Sirac qardaşımızın oğlu da bu günlərim şəhid əmsinə şeirlə qonaq gəlir. Buyur. Sənə zəfər yaraşır, bugün hisslərim yarışır, sevinclə qəhər qarışır. Sən qalibsən Azərbaycan, səmada quşlar sevinir, günəşin, ayın sevinir, qışın da yayın sevinir. Sən qalibsən Azərbaycan, sevincdən nəfəs kəsilir, göydən sanki nur ələnir, hər yan üç rəngə bələnir. Sən qalibsən Azərbaycan. Güzlərimiz birləşirsə, turşuz yerə döndü. Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü. Döndüm öz-özbə, boyun əydi xeyrə şər. Türkün haqqı ədaləti, haqsızlığın önünü kəsər. Günlərim hər bir kəs bizim müqəddəs yerimiz olan Şəhidlər Xiyabanını ziyarət edir. Hər bir kəs Azərbaycanımızın bütün bölgəsindən və bizim Nur şəhərimiz olan Mingəçevir şəhərindən də bizim analarımız gəlib bizim bu müqəddəs yeri, Şəhidlər Xiyabanımızı ziyarət edirlər və gələn hər bir kəsə Allah ziyarətinizi qəbul eləsin deyirəm. Və sözü şəhər nümayəndəmiz Pənah müəllimə vermək istəyirəm. Ataları, əziz şəhid anaları, hörmətli tədbir iştirakçıları. Mən də ilk növbədə hər birini salamlayıram. Bugün qeyd edildiyi kimi, qəhrəman şəhidlərimizdən olan Qudiyev Tural Rəfalıoğlu və Dadaşov Orxan Vaqifoğlu'nun anım gününə yetmişik. Odur ki, mən hər iki qəhrəman şəhidimizə və cəm şəhidlərimizə Allah'tan rəhmət diləyirəm. Biz bugün şəhid ataları, şəhid anaları qarşısında dayanmışıq və onlar qarşısında söz demək çox ağırdır. Odur ki, mən ilk öncə onların qarşısında baş əyərək Allah'tan onlara səbir diləyirəm. Qudiyev Tural Rəfalıoğlu Ağdam şəhər sakini olmasına baxmayaraq o məcburi köçkün həyat yaşamış. Rəfalı Kirin qardaşı Qudiyev Qudu Mustafa oğlu 1-ci Qarabağ müharibəsində Qəhrəman adasına şəhid olmuşdur. Odur ki, Tural Dağ körpə vaxtlarından bu ruhda böyümüş və vətənpərvərlik hissi ilə düşmənə nifrət özündə oyatmış və hətta o 238 saylı orta məktəbi Xətai rayonunda oxumuş və Azərbaycan Texnik Universitetinin nəqliyyat və logistika fakültəsində daxil olmana baxmayaraq o təhsilini yarımçı qoyaraq hərbi xidmət sahalarına yollanmışdır. Tural qardaşımızın hərbi xidmətinin son gününə 4 gün qalmış başlamış Vətən müharibəsində o silaha sarılaraq döyüşlərdə iştirak etmişdir. Tural qardaşımız demək olar ki, torpaqlarımın adı uğrunda su qovuşan Kəlbəzər, Xocavənd, Cəbrayıl, Şuşaya qədər döyüşmüş və nəhayət 8 noyabr tarixdə Şuşa şəhərində Qəhrəman adasına şəhid olmuşdur. Bugün biz şəhidlərimiz haqqında danışaraq çox kədərləndik və eyni zamanda nə qədər ağır kədərimiz olsa da o qədər də bizim qürurumuz var. Çünki bax bugün onların hesabına 8 noyabr Zəfər günü bayramını qeyd edirik. Suverenlik günü kimi təsis olundu. Bizim bax bu günlərin təsis olunmasının səbəbləri də bax bu şəhidlərimizdir. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün burada iştirak edən hər kəs mənə bilirəm ki, onların daxilindən gələn bir borcdur burada iştirak edir. Bax biz arzu edirik ki, biz hər il bu tədbirlərimizi davamlı şəkildə keçirək və şəhidlərimizin qarşısında öz mənəvi borcumuzu yerinə yetirək. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Turalı heç vaxtı bir-birindən ayırmayıb.
və onlara özü gözəl bir şeir yazıbdır. Əvvəlcə onu demək istəyirəm ki, ana vətən dedikdə, ana sözü vətən sözündən əvvəl gəlir. Ancaq bu oğlanlar təkcə Dadaşov, Orxan, Xudiyev, Tural deyil, onların şəxsində 20 yanvar şəhidlərindən bəri bütün şəhidlərimiz vətən sözünü ana sözündən önə keçirdilər. Bugün bu oğlanları mən bütün tədbir iştirakçılarını Zəfər bayramı münasibətilə təbrik edirəm və onların adından zəfəri görməyən, aldığı torpaqda gəzə bilməyən, gedib Şuşadan xar bülbül üzə bilməyən bu şəhid oğlanların cənnətdəki bayramını təbrik edirəm. Bax bu Orxan, bax bu Tural, bax bu Orxan. Qoşa yatır xiyabanda, bax bu Tural, bax bu Orxan. Məğlub eləyək düşməni, azad etdilər vətəni. Onlar sildi alnımızdan qaşqın adlı bir vətəni. Unutulmaz heç bir zaman. Bax bu Tural, bax bu Orxan. Bütövləşdi Azərbaycan, düşmən qaçdı Qarabağdan. Unutulmaz heç bir zaman. Nə bu Tural, nə bu Orxan. Tural evin tək çırağı. Orxan atanın dayağı. Uca tutaraq bayrağı, vətən üçün verdilər can. Bax bu Tural, bax bu Orxan. Günəş sönməz, sönmədiniz. Ürəklər oldu yeriniz. Ölümsüzlük zirvəsinə ucalaraq yaşadınız. Qəhrəmandır öz adınız. Unudulmaz heç bir zaman. Nə bu Tural, nə bu Orxan. Nə Səxavət, nə Süleyman, nə Mirrəhim, nə də Sərvan. Unudulmaz heç bir zaman. İgiddir qəhrəmanlarımız. Bu qəhrəmanlar heç bir zaman unudulmayacaq. Bu qəhrəmanlar öz sözünü dedi. Vətəni azad elədi. 30 illik bir ləkəni alnımızdan sildi. Ancaq onlar bizim boynumuza da çox ağır məsuliyyətli bir yük qoydular. Bu yük ondan ibarətdir ki, biz həyatda elə yaşayaq, elə davranaq ki, onların ruhu bizdən inciməsin. Onlar bizə halallıq versin. Sağ olun. Qarşınızda baş eğin. Sağ olun. Bu gördüyünüz bu 4 dənə uşaq balaca uşaq idi. İndi bunların bugün Zəfər gününə aid şeirinə gəlin hamımız birlikdə qulaq asaq. Başı qarlı, qan püskürən uca dağlar. Harayımız ərşə çatıb 30 ildir. Qan içində qıpqırmızı donub lalə. Şuşadakı Çətir adlı həzin sulu göy şəlaləm. Kəlbəcərdən yer üzünə şanı qalxan isti suyum. Laçın elim, Ağdam obam, Cəbrayılım, qanlı yurdum, Qarabağım, gözün aydın. Sən axır ki öz arzunla, öz oğlunla, öz qızınla, el-obanla nəfəs aldın. Sən 30 il, 300 il tək qocaldın. Sən düşmana məcbur qaldın, igidlərin aldı səni. Al bayraqlar, alov saçan al sancaqlar, üç rəngi ilə dalğalanan, göy üzündə şəfəq saçan, şəhid qanlı, qürur saçan o bayraqlar. Sevinç verər, qürur verər igidlərə yer üzündə. Gözün aydın Azərbaycan, gözün aydın doğma diyar, ürəyində, ciyərində tonqal salmış, od qalamış Qarabağın qara dərdi artıq yoxdur. Gözün aydın, saçları ağ, ovcu qabar, qəlbi qubar qocanam. Şəhid qanı yerdə qalan, o diyardan, o obadan əsər yoxdur. Gözün aydın doğma diyar, cənnət məkan. Nəhayət ki bütün bir xalq dəmir bilək olubsan sən. Nəhayət ki düşmanların damlarını başlarına yıxıbsan sən. Gözün aydın igid əskər, Xocalının qisasını alıbsan sən. Hər şəhidlə, hər qazi ilə ərşə qalxan, Türk elinin yarasına məlhəm olan, öz oğlunla dünyaları lərzə salan məğrur bala, bu vətənin oğlusan sən. Gözün aydın Qafqazdakı qoca qartal, sən yenidən qanad açıb uçacaqsan. İgidlərin öz qanıyla, körpə, cavan canlarıyla məlhəm oldu, çarə oldu parçalanmış qollarına. Sənin üçün düşünərək, istəyərək düşmənlər məhv etmək üçün son qoydular dünyadakı çiçək açan ömür adlı yollarına. Şəhadətə ərd onlar, canlarından can ayıb sənə min can
verdin onlar. Odur ki sən qanla, canla sağalıbsan. Qoca vətən, sən yenidən doğulubsan. Gözün aydın Azərbaycan. Ötəcək çox illər, ötəcək zaman. Adınız dillərdə olacaq dastan. Tarix də çıxarmaz sizləri yaddan. Bu uğur, zəfərdə sənin adın var. Qələbə sevincin, yaşadan Tural. Öz doğma yurdunu sevən oğul tək. Nə bir qorxu bildin, nə də çəkinmək. Düşmən üzərinə qorxmaz gedərək. Ləqəb də aldınız, qorxmaz canavar. Qələbə sevincin, yaşadan Tural. Uzaqdan baxdıqca yurd yuvamıza, gücümüz satardı göz yaşımıza. Kaş gedə biləydik torpağımıza. Çıxmaz yadımızdan o acı anlar. Qələbə sevincin, yaşadan Tural. Adil, oldu yurdun igidlər yurdu. Dünyada ad qoydu yenilməz ordu. Vətənə xidməti danılmaz oldu. Yaxandan asıldı gör neçə medal. Qələbə sevincin, yaşadan Tural. Komandan xalqını səfərbər etdi. Artıq döyüşməyin zamanı yetdi. Ordumuz inamla irəli getdi. Gedin, ayağınız dəyməsin daşa. Yaşa məğrur ordum, yaşa, min yaşa. Uçurtduz düşmənin bəndi bərəsin. Güldü vətənimin dağı, dərəsi. Ucaldı göylərlə türkün nərəsi. Ay ulduz birləşib etdi tamaşa. Yaşa məğrur ordum, yaşa, min yaşa. İllərdir qalmışdı qapılar bağlı. Vətən üzün gülür aranlı, dağlı. Bugün hər türk oğlu bir Qarabağlı. Sizləri gözləyir Xankəndi, Şuşa. Yaşa məğrur ordum, yaşa, min yaşa. Soyu türk soyudu, bənzəməz yada. 100 çaqqal birləşsə nə edər qurda? Harda haqsızlıq var, türk oğlu orada. Əldə haqq bayrağı qalxar savaşa. Yaşa məğrur ordum, yaşa, min yaşa. Bu böyük, bu zəfəri bu gün yaşadan. Bir sən oldun, bir də Ali Başkomandan. Kömək olsun sizə hər an yaradan. Dözüb hər əzaba, qürurla durdun. Zəfəri qanıyla qazanan ordum. Gəzəcək dillərdə bu uğur hər an. Ötəcək əsrlər, keçəcək zaman. Çıxmaz bu tarix ömür boyu yaddan. Sizinlə qurtardı həsrətdən yurdum. Zəfəri qanıyla qazanan ordum. Yurdum əsiri qaldı, dözdün, dayandın. Həsrətin odunda alışdın, yandın. Yatmış bir şir idin, qəfil oyandın. Düşmənin qanını dağlara yaxdın. Zəfəri qanıyla qazanan ordum. Qurdu güclü ordu Ali Başkomandan. Dedi azad olsun yurdum yağdan. Oldu düşmən qanı hər tərəf, hər yan. Azərbaycan deyib ayağa durdun. Zəfəri qanıyla qazanan ordum. Tarixdə iz saldın, əbədi ölməz. Parlayan ulduzsan, heç zaman sönməz. Düşmən bu yerlərə bir daha dönməz. Adiləm, sizsiniz fəxrim, qürurum. Zəfəri qanıyla qazanan ordum. Artıq bütün dünyada çox ucadır başımız. Hədər getmədi şükür, ötən 30 yaşımız. Azad olundu yurdum, Qarabağım, Şuşamız. Sevindi bütün xalqım, böyük hünər günüdür. Bir tarixdir yaddaşda, bugün zəfər günüdür. Dost dosta kömək olub, dar gündə yetdi dağda. Birləşib bir oldular, dönüb dəmir yumruğa. Azad olundu yurdum, bayram etdi el-oba. Sevinç dolu ordumun qalib gələn günüdür. Bir tarixdir yaddaşda, bugün zəfər günüdür. Tarix yazdı qanıyla gör neçə min şəhidim. Dilində söz bir idi, azad olsun vətənim. Üç rəngli bayrağımla bəzənib çöl çəmənim. Bu izdiham, qələbə, xalqın gülər üzüdür. Bir tarixdir yaddaşda, bugün zəfər günüdür. Bu zəfər hər tərəfə işıq saçır, nur saçır. Gələcək nəsillərə bir uğur
sevincdən, üzü gülən günüdür. Bir tarixdir yaddaşda, bugün zəfər günüdür. Bir tarixdir yaddaşda, bugün zəfər günüdür. Mənim komando qrupumdur. Bunlar həmişə balaca vaxtından indiyənə qədər bütün şəhidlərimizin tədbirlərində iştirak ediblər. O şeirimiz də bizim Adil qardaşımız var Zəngşalıdan. Onun şeiridir. Allah can sağlığı versin. Tural qardaşımızın da adına yazılan o şeiri Adil qardaşımız yazmışdır. Sizə təşəkkür edirəm. Və Hacı Mehman qardaşımız buyursun iki şəhidimizin və o cümlədən bütün şəhidlərimizin ruhuna dua olsun. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sabbih isme rabbikel âlâ. Ellezî halaka fesevve vellezî qaddara fehedâ. Vellezî ahracel mer'â. Fecâlehu gusâen ahvâ. Senubri'uke felâ tense illa mâ şâ'allâh. İnnehu ya'lemul cehre ve mâ yakhfâ. وَنُيَسِّرُكَ لِلْيُسْرَى فَذَكِّرْ إِن نَّفَعَتِ الذِّكْرَى سَيَذَّكَّرُ مَن يَخْشَىٰ وَيَتَجَنَّبُهَا الْأَشْقَى الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ ثُمَّ لَا يَمُوتُ وَذَكَّرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ وسلام على المرسلين والحمد لله رب العالمين. إلهي أنا عبدك بإيمان الحب فرض علينا. يا غالب لديك ثم حسينا سادات آل رسول وممنون جمال تم جسد اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. الرحمن الرحيم. مالك يوم الدين. إياك نعبد وإياك نستعين. اهدنا صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وآل محمد. Allah'uca yaradan merhum şehidimiz Orhan Vaqifoğlu'na, şehidimiz Tural Rəfalı'na, bütün şehitlerimize rahmetin nazırlıdır. Allah şehitlerimizin ve halkımızın zafer günü mübarek karar versin. Allah şehitlerimizin ruhların cennet alada şad karar versin. Onların ruhlarına xatir, onların vətən üçün fəda etdiyi canlarına xatir. Allah vətənimizi hifz eləsin. Allah korur. Amin. Amin. آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار برحمتك جميعا قرب uğrunda şehitlerimizin her birisinin ruhu şad bi hakkı Muhammed'in ve bi hürmeti Fatiha. Allahümme Allah rahmet eylesin. Allah